Ölümü nə etməlisən? Xatırlamalısan. Ölümü xatırlamalısan. Qəbirstanlıq elə yerdir ki, insanı xatırladır. Sənə deyir, bax, görürsən, hamı yatıb. Hamı yatıb, sən də gələcəksən bura. Sən də burada olacaqsan. Düşünmə ki, mən hələ cavanam da, 20 yaşım var, 30 yaşım var, hələ 70 yaşında öləcəm. Yox, bir dənə baxır, gör orada 2 yaşında da, 1 yaşında da var, körpə də var, bətindən çıxanda da var ölən. Hamısı var orada. İdmançısı da orada gedir, kasıbı da oraya gedir, varlısı da oraya gedir, prezidenti də oraya gedir. Hamı oraya gedir. Yəni Allah Subhanahu taala bu ölümdə fərq qoymuyor ki, bu varlıdır, bu imkanlıdır, bu vəzifəlidir, buna başqa cür olacaq, kasıba isə başqa yox. Hamı eyni. Eyni qaydada qəbir qazılır, kəfənlənir, yuyulur, cənazəsi qılınır və aparılıb dəfn olunur, əlhamdülillah. Ona görə də qəbirstanlıq ibrətdir ki, insan getsin o qəbirstanlığa, otursun, papağını qoysun qabağına, fikirləşsin ki, yəni bu dünyadan nə varsa mən köçəcəm. Ona görə də Allah Taala mənə bəlli bir ömür vaxt verib ki, mən o vaxtdan istifadə edeyim. İstifadə edeyim ki, sabah Allahın qarşısına çıxanda Rəbbimə cavab verə bilim. Deyim ki, ya Rəbbim, sən əmr etdiyin namazdır, orucdur, bunları etmişəm, ibadətləri yerinə yetirmişəm, sənin qarşında əyilmişəm, sənə səcdə etmişəm, sən məni yaratmısan, boy, buxun, qulaq, göz, qəlb, hər şey bəxş etmişsən, indi sənin qarşında əyilmək istəmirəm. Sənin qarşında əyilmək istəmirəm və hələ də deyirəm ki, eşşi, qılaram da namazı, 5 günlük dünya deyir, kim gəlib oradan? Kim gəlib oradan? Ona görə də yəni bu şeyləri deməmək üçün insan həmişə özünə xatırlamalıdır, yaddan çıxarmamalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi Allahı daima xatırlamalıdır. Ona görə də deyir ki, Allahın Rəsulu ki, ölümü, yəni Allah Rəsulu ölümü deyir, tez-tez xatırlayın. Yəni o dünyanın o ləzzətlərini deyir, paramparça edən ölümü tez-tez deyir, xatırlayın. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm niyə deyir ki, ölümü xatırlayın? Çünki özü də öldü. 63 yaşında dünyasını dəyişdi. Xəlilullah idi, Allahın dostu idi. Amma dünyasını dəyişdi. Allah Taala ayə nazil etdi ki, biz səndən qabaq heç kəsə əvvəldə həyat verməmişik. Sən də öləcəksən, onlar da öləcəklər. Vəssalam.